Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı piroq reseptini sizinlə paylaşıram. Kəsmikli, cemli, asan hazırlanan bir piroqdur. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 4 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 1 çimdik duz, 200 ml stəkanla 1 stəkan da şəkər tozu əlavə edirəm. Yumurta ilə şəkər tozunu 2-3 dəqiqə yaxşı-yaxşı qarışdırıram. Mayonez halına gələnə qədər yaxşı-yaxşı qarışdırıram. Alınan qarışıma 200 qram da duzsuz kəsmik əlavə edirəm. 120 qram da yumşalmış kərə yağını əlavə edirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. 1 çay qaşığı vanil əlavə edib, bu ərzaqları da artıq mikserlə qarışdırmıram, elə spatula ilə yaxşı-yaxşı qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olsa daha yaxşı olar. Piroq üçün 200 ml stəkanla 2 stəkan un götürmüşəm. Unu ələkdən keçirdirəm. Unu ələyə tökürəm. Üzərinə də 1 paket 10 qram qabartma tozu əlavə eləyəndən sonra unun hamısını ələkdən keçirdirəm. Unu da ələkdən keçirib qarışdırıram. Yaxşı-yaxşı qarışdırmaq lazımdır. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Belə gördüyünüz kimi nə çox bərk, nə çox yumuşaq, orta yumuşaqlıqda bir xəmir alındı. Xəmiri 3 yerə böldürəm, 3 ayrı-ayrı kasa götürmüşəm. Xəmirin hamısını 3 bərabər hissəyə bölürəm. Böləndən sonra xəmirlərdən birini götürüb yağlı kağız sərdiyim formanın içinə boşaldıram. Formanın diametri 28 santimetrdir. Xəmiri spatula ilə formanın içinə yayıram. Formanın ölçüsü qədər xəmiri yayıram. Xəmir çox yaxşı xəmirdir, yumuşaqdır, çox rahatlıqla da yaymaq olur. Yayandan sonra 180 dərəcəlik sobada 8-10 dəqiqə bişirirəm. Xəmirlərin üçünü də eyni qaydada formanın içinə yayıb sobada bişirirəm. Belə gördüyünüz kimi yuxalarım artıq hazırdır. 3 ədəd çox gözəl kəsmikli yuxalar alınıb. Piroqun üstünü, yanlarını bəzəmək üçün yuxaların yan hissələrindən kəsib çıxardıram. Onları da ovuntu halına gətirəcəm. Piroqun üstünü, yanlarını bəzəyəcəm. Mən piroqu cemlə hazırlayıram, amma istənilən fərqli içliklərlə, xamalı, meyvəli içliklə, şokolad yağı ilə istənilən fərqli içliklərlə də hazırlamaq olar. Amma mən gavalı cemi ilə hazırlayıram, amma öz zövqünüzə görə əlinizin altında evdə nə varsa onunla hazırlaya bilərsiniz. Yuxanın üstünə cem çəkirəm, ikinci yuxanı qoyuram. Üçünü də eyni qaydada üst-üstə qoyub cem çəkirəm. Sonuncu yuxanı da üstünə cem çəkirəm, üstünə yanlarına cem çəkirəm. Kəsdiyim qırıqları ovuntu halına gətirmişəm. Onunla da piroqun üstünü, yanlarını bəzəyirəm. Piroqu belə hazırlayandan sonra 1 saat gözlədirəm. Biraz qalır, tam yumuşalır. Sonra artıq kəsib çay süfrəsinə vermək olar. İstənilən şəkildə piroqu doğramaq olar. Mən bu şəkildə doğrayıram, xırda hissələrə ayırıram. Belə gördüyünüz kimi çox gözəl, kəsmikli xəmirlə çox gözəl, cemli piroq alındı. Asan hazırlanan piroq reseptidir. Əgər sizdə də evdə cem qalıbsa, bu reseptlə çox asanlıqla bu piroqdan hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm.
Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomu bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.